fikirləşmisiniz ki, ayağınızın altındakı o möhkəm sandığınız yer əslində heç də bərk deyil? Gəlin planetimizi dayanmadan formalaşdıran o nəhəng, gizli qüvvələrin dünyasına birlikdə baş vuraq. Yəqin ki, hamımızı maraqlandıran suallardır. Zəlzələlər niyə baş verir və ya Himalay kimi o möhtəşəm dağ silsilələri necə yaranıb? Sən demə, bütün bu sualların cavabı birbaşa ayağımızın altında, yerin dərinliklərində gizlənibmiş. Baxın, yerin səthini çatlamış bir yumurta qabığı kimi təsəvvür edin. Bu qabıq bütöv deyil, nəhəng çatlamış parçalardan, yəni tektonik plitalardan ibarətdir. Və ən əsası odur ki, bu parçalar heç vaxt sakit dayanmır. Onlar daim bir-biri ilə toqquşur, bir-birindən aralanır, yan-yana sürüşürlər. Yaxşı, bu bizi iki çox vacib suala gətirib çıxarır. Bu nəhəng puzzle hissələri, yəni plitələr nədir? Və daha da vacibi, onları hərəkət etdirən nədir? Deməli, bu plitələr əslində üzərində həm qitələri, həm də okeanları daşıyan nəhəng qaya parçalarıdır. Bəli, hər qitə, hər okean məhz belə bir nəhəng salın üzərində səyahət edir. Bəs bu nəhəng salları hərəkət etdirən nədir? Məsələ ondadır ki, onlar astenosfer deyilən daha isti, daha yumşaq bir təbəqənin üstündə sanki üzürlər. Astenosferi tam maye kimi düşünməyin. Daha çox yavaş-yavaş axan isti bir qatran və ya karamelə bənzəyir. Məhz bu qatrana bənzər təbəqə yuxarıdakı sərt plitələrin öz üzərində yavaşca sürüşməsinə imkan verir. Okey, deməli plitələr hərəkət edir. Amma durduq yerə yox ki, onları nəsə itələməlidir, elə deyilmi? Bəs bütün qitələri yerindən tərpədəcək qədər güclü olan bu gizli mühərrik nə ola bilər? Cavab əslində lap dərinliklərdədir. Bu, konveksiya cəryanlarıdır. Planetimizin nüvəsindən gələn o böyük istilik var ha, bax həmin istilik mantiyada nəhəng cəryanlar yaradır və bu cəryanlar da plitələri hərəkət etdirən əsas mühərrikdir. Gəlin, bu prosesi daha sadə şəkildə anlayaq. Bir qazanda suyun qaynamasını gözünüzün önünə gətirin. Qazanın altındakı isti su yüngülləşib yuxarı qalxır, düzdürmü? Bu, birinci addım. Səthə çatanda suyur və kənarlara doğru yayılır, bu da ikinci addım. Və bu yayılma hərəkəti suyun üzərindəki hər şeyi özü ilə aparır. Bu da üçüncü addım. Axırda isə soyuyan su ağırlaşıb yenidən dibə çökür və hər şey təzədən başlayır. Bax, yerin mantiyasında da milyardlarla ildir ki, eyni ilə bu proses gedir. İndi düşünün, bu nəhəng plitələr dayanmadan hərəkət edirsə, onların sərhədlərində, yəni bir-birinə toxunduğu yerlərdə nə baş verir? Ümumilikdə bu təmas 3 fərqli şəkildə ola bilər. Bu cədvəl əslində hər şeyi çox sadə şəkildə izah edir. Diverjent sərhədlərdə plitələr bir-birindən aralanır, konverjent sərhədlərdə toqquşurlar və transform sərhədlərdə isə sanki bir-birinə sürtünərək yan-yana keçirlər. Gəlin indi bu hərəkətlərin nəticələrinə daha yaxından baxaq. Diverjent sərhədləri yerin belə demək mümkünsə, tikinti sahələri kimi düşünə bilərik. Plitələr bir-birindən aralandıqca yaranan boşluqdan yuxarıya doğru maqma qalxır, soyur və yeni okean qabığı əmələ gətirir. Məsələn, Atlantik okeanının düz ortasındakı silsilə məhz bu şəkildə yaranıb və Avropa ilə Şimali Amerikanı hər il bir neçə santimetr bir-birindən uzaqlaşdırmağa davam edir. Konvergent sərhədlər isə əsl toqquşma zonalarıdır. İki nəhəng plitə bir-birinə çırpılanda nə baş verir? Hə, bax bu əsl möhtəşəm hadisədir. Bu toqquşma nəticəsində ya Himalay dağları kimi nəhəng dağ silsilələri yaralır, ya da güclü vulkanlar püskürür. Dünyanın ən möhtəşəm mənzərələrinin çoxu məhz bu cür böyük təzyiqlərin nəticəsidir. Və nəhayət, transform sərhədlər. Burada plitələr nə toqquşur, nə də aralanır. Sadəcə bir-birinin yanından keçməyə çalışırlar. Amma təsəvvür edin, bu hərəkət heç də hamar baş vermir. Plitalar bir-birinə ilişir, illərlə gərginlik yığılır və bu gərginlik anidən boşalanda Kaliforniyadakı San Andreas qırılmasında olduğu kimi çox güclü zəlzələlər baş verir. Deməli, artıq aydın olur ki, bu sərhədlərdə baş verənlər sadəcə lokal hadisələr deyil. Yox, onlar bütün planetimizin baş memarı rolunu oynayır. Bütün bu nəhəng dağların yaranması, qitələrin hərəkəti, bəlkə də bütün bunların çox sürətlə baş verdiyini düşünürsünüz. Amma cavab sizi təəccübləndirəcək. Bu prosesin sürəti ildə cəmi bir neçə santimetrdir. Bəli, düz eşitdiniz. Sizin dırnaqlarınızın uzanma sürəti ilə eynidir. Bir anlıq düşünün. Bu o qədər yavaş bir hərəkətdir ki, biz onu heç hiss etmirik.
Amma milyonlarla il ərzində bu cüzi hərəkətlər toplanaraq Cənubi Amerika və Afrika kimi qitələri bir-birindən ayıracaq qədər nəhəng bir qüvvəyə çevrilir. Və bu prosesin təsiri təkcə dağlar və zəlzələlərlə bitmir, yox, bu daha dərinə gedir. Plitələrin hərəkəti okean cərəyanlarını, bununla da bütün planetin iqlimini formalaşdırır, vulkanları aktivləşdirir, hətta canlıların təkamül yolunu belə müəyyən edir. Bir sözlə, nəfəs aldığımız havadan tutmuş, yaşadığımız torpağa qədər hər şey yerin dərinliklərində gedən bu yavaş, amma güclü rəqsə bağlıdır. Yekun olaraq demək olar ki, plate tektonikası sadəcə bir geoloji nəzəriyyə deyil, bu planetimizin dünənini, bugününü və hətta sabahını anlamaq üçün əlimizdəki ən vacib açardır. Və bu yavaş, amma amansız rəqs hələ də davam edir. Bu isə bizi bir sual haqqında düşünməyə vadar edir. Görəsən, milyonlarla il sonra yer kürəsinin xəritəsi necə olacaq? Hansı yeni okeanlar yaranacaq? Hansı qitələr bir-biri ilə toqquşacaq? Bu, planetimizin sonu gəlməyən möhtəşəm hekayəsidir.